Modelləşdirmə nədir uşaqlar? Modelləşdirmə hər hansısa obyektin, hər hansısa hadisənin, prosesin müəyyən xassələrini və xüsusiyyətlərini özündə saxlayan sadələşdirilmiş təsvirdir. Yəni biz nələri modelləşdiririk? Biz obyektləri, hadisələri, prosesləri, hansı ki bu sadaladığım obyektlərin, ə, proseslərin və yaxud hadisələrin müəyyən xassə və xüsusiyyətlərini özündə saxlamaqla modellər yaradırıq və bu proses adlanır modelləşdirmə. Biz hansı obyektin modelini yaradırıqsa, həmin o obyektin yaratdığımız, modelin yaratdığımız obyektin orijinalına prototip deyəsirik. Misal üçün sadə bir nümunə deyim sizə. Tutaq ki, yer kürəsi bu orijinaldır. Biz yer kürəsini modelləşdirib qlobus yaradırıq. Bax, burada qlobus modeldir. Yer kürəsinin özü orijinaldır. Orijinalı adlandırasınız prototip. İndi gəldik, baxdıq. Modelləşdirmə qısaca bir modelin hazırlanma prosesidir. Bir modelin hazırlanma prosesi modelləşdirmədir. Burada sual yaranır. Nəyə görə modelləşdirməyə ehtiyac var? Yəni, insanlar niyə görə modelləşdirir? Birincisi, burada müxtəlif səbəblər var. Yəni, modelləşdirməyə ehtiyac duymamızın səbəbləri arasında. Birincisi nədir? Orijinal mövcud deyil. Orijinal mövcud deyil. Ancaq biz həmin o mövcud olmayan orijinalın xassə və xüsusiyyətlərini duymaq üçün, bilmək üçün modelləşdirməyə ehtiyacımız var. Deyirsiniz ki, müəllim, bu nə deməkdir? Orijinalı mövcud deyilsə, niyə modelləşdirək ki? Orijinalı mövcud olmayan və modelləşən obyektlərdən hansıları nümunə göstərmək olar? Məsələn, dinozavrları. Bugünkü günümüzdə heç kim deyə bilməz ki, mən canlı dinozavr görmüşəm. Yəni, bu mümkün ola bilən bir proses deyil. Çünki dinozavrların nəsli nə zamandır? Çox uzun illər əvvəl kəsilibdir. Amma indi bu demək deyil ki, biz dinozavrları belə deyək də inkar eləyək. Deyək ki, dinozavrlar olmayıbdır. Ən azından onların bugünə gəlib çıxmış sümükləri filanı, onların maketlərin, modellərin yaratmağa bizə imkan veribdir. Yəni, orijinal mövcud deyil, amma orijinalları öyrənmək üçün onların modellərini yarada bilirik. Bu gün, yəni, məsələn, bir dinozavr olmasa da dinozavrların sümüklərindən hazırlanmış maketlər və yaxud oyuncaqlar mövcuddur. Deməli, biz orijinal mövcud olmasa da modeli yaradıb onları tədqiqat eləyə bilərik, tədqiq eləyə bilərik. Ondan sonra ikinci səbəb nədir? İkinci səbəb orijinalın tədqiq olunması təhlükəlidir. Orijinalı tədqiq etmək təhlükəlidir. Təhlükəlidir. Bu nə deməkdir? Bununla da bağlı bizim ötənki dərslərimizə qatılanların yadında bəlkə də qalmış olar. Bizim belə bir nümunəmiz var idi. Məsələn, deyirik ki, sizlərdən biriniz misal üçün deyirsiniz ki, mən bir dənə güllə keçirməz jilet hazırlamışam və bu güllə keçirməz jileti sınaqdan keçirmək istəyirsiniz və mənə təklif edirsiniz ki, müəllim, bir dənə belə məhsul hazırlamışam, bu məhsul superdir. Gəlin bunu sizin üzərinizdə yoxlayaq. Yəni, o güllə keçirməz jileti mənim üzərimdə tədqiq eləmək mənim üçün təhlükəlidir də. Çünki sınaqdan keçməyib, baxın, mən bilmirəm, əmin deyiləm ki, o güllə keçirməzdir, yoxsa yox. Yəni, artıq burada bu tədqiq aparmaq təhlükəli olasıdır deyə mən özümü güllə qabağına vermək istəmirəm. Deyirəm ki, yox, mənim yerimə ən yaxşısı gəlin bir model qoyaq, bir maketdən istifadə eləyək. Maket üzərində maketi o jileti geyindirək. Deyək ki, yoxlayaq görək, yəni bu jilet həqiqətən güllə keçirir, yoxsa güllə keçirmir. Yəni, orijinalın üzərində tədqiqat aparmaq çətindir deyə, ona görə modelləşdirməyə ehtiyac olur. Ondan sonra növbəti, üçüncüsü. Üçüncüsündə nə deyir? Üçüncüsündə deyir ki, orijinalı tədqiq etmək
etmək, etmək. Mümkün deyil. Ümumiyyətlə mümkün deyil. Bax, bunlar fərqli-fərqli şeylərdir. Birincisində orijinalın üzərində tədqiqat aparmaq olar. Yəni zorla bir insanın nəyini o jileti geyindirib güllə qabağına verib yoxlamaq olar, amma insan üçün təhlükəlidir. Amma burada deyir ki, yəni bu prosesi icra eləmək mümkün deyil. Deyərsiniz nümunə. Nümunə nə olur buna? Nümunə misal üçün deyir ki, astronavtlar Günəşin səthinə enib Günəşin səthində tədqiqatlar apardı. Bu praktik olaraq mümkün ola biləcək bir şey deyil axı. Yəni onlar Günəşin səthinə enmək nədir? Yəni müəyyən kilometrdə yaxınlaşanda anında oradakı o yüksək temperaturdan plazmaya çevrilərlər. Yəni anında buxarlanarlar. Başa düşdünüz nə demək istədiyimi? Yəni orijinalın tədqiqatı mümkün deyil deyə modelə ehtiyac var. Və deyirsiniz ki, günəş yaradılacaq. Bəli, yaradılır. Məsələn, yaradılır deyəndə bu layihə var idi. Əslində Çində süni günəş layihəsini işləyib hazırlayırdılar. Yəni o prosesi modelləşdirirdilər əslində. Enerji almaq nöqteyi nəzərdən. Sonra gəldik, baxdıq. Bir də dördüncüsü. Və birinci nə deyirdi? Deyirdi, orijinal mövcud deyil. Mövcud deyil, yəni hal-hazırda mövcud deyil də. Bunu buradan vurğulayaq. Keçmişdə olub. Keçmişdə olub, amma indi mövcud deyil. İndi bir də sonuncuda yenə yazıram. Yazıram ki, orijinal mövcud deyil. Mövcud deyil. Yaxşı, bunun fərqi birincidən nədir? Bu keçmişdə mövcud olub, amma burada deyirik ki, gələcəkdə mövcud olacaq. Gələcəkdə olacaq. Bu da nə deməkdir? Məsələn, tutaq ki, İnşaat şirkətləri. İnşaat şirkətlərinin iş prosesi, iş prinsipləri necə nizamlanır? Onlar evi tikməmiş, yəni evin bünövrəsini tökürlər hələ. Bünövrəsini tökməyə başlayandan evləri başlayırlar satışa çıxartmağa. Bina yoxdur hələ. Gedirsiniz satış məntəqəsinə. Satış məntəqəsində görürsünüz ki, böyük bir dənə bina maketi var. Binanın həyəti, nə bilim, binanın parkingi, binanın özünün, nə bilim, həyətindəki yelləncəkləri, binanın mərtəbələrinin sayı, mənzillərin görünüşü, həmin maketdə hər bir xırda detalına qədər göstərilir sizə və siz onun əsasında baxıb qərar verirsiniz, hazır olmayan binadan maketə baxmısınız, təkcə hazır olmayan binadan bir ev alırsınız. O maket həmin binanın modelidir və gələcəkdə həmin bina maketi necə görürsünüzsə, real həyatda da elə olacaq. Yəni, orijinal mövcud deyil, amma gələcəkdə mövcud olacaq. Bunlar da adətən sadaladığım nümunədir. Məsələn, binaların tikintisində. Ondan sonra, misal üçün, hər hansısa fərz eləyək ki, qurğunun, cihazın hazırlanmasında. Tutaq ki, insanlar əvvəlcə bu uçan dronların hazırlayanda bunlar kiçik ölçülərdə hazırlanırdı. Yəni, dronların əvvəlki texnikalarına, inkişaf dövrlərinə baxsanız, hər biri kiçik ölçülü dronlar olubdur. Amma hal-hazırda böyük yük daşıyan dronlar, ondan sonra nə bilim taksi fəaliyyəti göstərən dronlar mövcuddur. Düzdür, Azərbaycana da gəlib çıxıb, inşallah gəlib çıxar. Yəni bu fəaliyyətlə məşğul olan dronlar mövcud. Halbuki insanlar ilk dəfə dronları çıxardanda dronların gələcəyi haqqında bəlkə də çox fikirdə deyildilər. Yəni əvvəlcə modellərin hazırlayırlar, kiçik ölçüdə modelləri göstərirlər, ondan sonra zamanla gələcəkdə onları daha da inkişaf elətdirirlər. Bu bizim modelləşdirmə ehtiyacımızdır. Yəni biz bu ehtiyaclardan dolayı modelləşdiririk. İndi gəldik, baxdıq. Ümumilikdə baxsaq, modellərin bizə niyə lazım olduğunu bildik. İndi gəlib modellərin növlərindən danışasıyıq. Biz modelləri iki cür bölə bilirik. Birincisi, modellərin növləri zaman amilinə görə. Gəldim, burada qeyd elədim. Modellərin növləri. Burada mötərizədə qeyd eləyirəm zamana görə. Yəni zaman amili nəzərə alınmaqla. Kim harda nəyi başa düşməsə soruşsun, təzədən təkrarən bir də izah eləyəcəm. Düzdür, biraz gec saatdır, amma bugün bazar gündür. Düşünürəm ki, dərslərimiz olsa da istirahət eləmə vaxtımız da olub. Çalışın ki, yuxulayıb mürcüləməyin. Deməli, modellərin növləri zamana görə. Zamana görə modellər bölünür iki yerə. Birincisi, statik modellərdir. Statik modellər.
Digəri dinamik modellərdir. Bax, bu topluluğun bir sualıdır. Statik model nədir, dinamik model nədir? Deyir ki, əgər modeliniz zaman keçdikcə dəyişirsə, bu dinamik modeldir. Yox, əgər sizin modeliniz zaman keçdikcə olduğu kimi qalırsa, bu statik modeldir. Buna nümunə olaraq nəyi demək olar? Statik modeldən dinamik modellərə. Məsələn, sizə belə bir nümunə deyim. Tutaq ki, Məhəmməd də, Cavid də. Gedir əlinə bir lapatka alır, torpağı başlayır qazmağa. Torpaqda bir çuxur qazır. Məhəmməd gətirir həmin çuxura bir dənə böyük kubik bastırır. Cavid də gətirir bir dənə gül əkir və yaxud bir ağac əkir. Üstündən illər keçir. Cavidin əkdiyi gül başlayır çiçək açmağa və yaxud ağac əkibsə başlayır ağacı budaqlanmağa, meyvə ağacıdırsa meyvə verməyə, yarpaqlamağa. Payız gəlir, o ağacın yarpaqları solur, tökülür. Sonra yaz gəlir, təzədən bir də yarpaqlayır. Yəni, Cavidin modeli dəyişkəndir. Zaman keçdikcə orada inkişaf olacaq və dəyişim olacaq. Amma Məhəmmədin modeli statikdir. Niyə? Çünki o torpağa, o çuxura bastırdığı bir dənə daşdır, kubikdir. Zaman keçdikcə o kubikin nə forması dəyişməyəcək, nə o kubikin çəkisindən getməyəcək, nə o kubik böyüməyəcək, nə kiçilməyəcək. Baxın, modelləşdirmədə statiklik, dinamiklik budur. Əgər proses dəyişmirsə, modelləşdirdiyiniz prosesdə bir dəyişiklik yoxdursa, o sabit qalıbsa, bu cür modellər statik modellərdir. Ancaq dinamik model dəyişən modeldir. Zaman keçdikcə dəyişən. Tutaq ki, siz buraxılış imtahanına qədər sınaq imtahanlarına girirsiniz. Sizin sınaq imtahan nəticələriniz dinamikdir. Hər zaman dəyişəcək. Heç vaxt sınaqda stabil ballar toplamayasınız. Məsələn, bir sınağa girəsiniz 250 toplayasınız, birinə girəsiniz 210 toplayasınız, birinə girəsiniz 270, birinə girəsiniz 280, birinə girəsiniz 190. Ta ki bu proses imtahana qədər gedəcək və imtahanda siz yekun bir qiymət toplayasınız. İmtahana qədərki prosesdə sizin sınaq nəticələriniz dinamikdir. Davamlı olaraq dəyişəcək və o sizin real nəticəniz deyil. Amma imtahanda real buraxılış imtahanına girdiniz, buraxılış imtahanında topladınız 235 bal, bu artıq statistikdir. Buraxılış imtahanı nəticəniz dəyişməyəcək, olduğu kimi qalacaq. Modellərin növləri zamana görə bildiniz ki, statik, dinamik olur. Bir də ümumilikdə modellərin növlərində nə var? Modellərin növlərində. Yəni, hansı növlərdə modellər var? Bunları da yenə biz bölürük iki yerə. Deyirik, maddi modellər, maddi modellər. Bir də var informasiya modelləri. Maddi modellər və bir də informasiya modelləri. Bu maddi modellər fiziki əşyalardır. Məsələn, fərz eləyək ki, yer kürəsi qlobus. Qlobus yer kürəsinin maddi modelidir. Və yaxud binanın orijinalı, binanın maketi. Maket real binanın maddi modelidir. Və yaxud fərz eləyək ki, hər hansısa bir şəxsin real belə deyək də, özü tutaq ki, götürürsünüz Nizami Gəncəvinin heykəli. Heykəl Nizami Gəncəvinin maddi modelidir. Yəni, maddi model nədir? Maddi model fiziki əşyalardır. Görüb toxuna bildiyimiz. Fiziki. İnformasiya modellərinin içərisində nə var uşaqlar? İnformasiya modellərinin içərisində var teorik modellər. Bunu nəzəriyyə yazır sözlə təsvir. Teorik nədir? Teoriya nəzəriyyə deməkdir. Nəzəriyyə modelləri. Məsələn, tutaq ki, mən hal-hazırda sizə məlumatları nəzəri şəkildə çatdırıram. Bu nəzəri modeldir, nəzəriyyə modeldir. Və yaxud fizika müəllimi dərsi izah eləyir. Və yaxud Azərbaycan dili müəllimi dərsi izah eləyir. Əslində onlar sizə nəsə izah eləyirlərsə, yəni ümumiyyətlə keçirilən dərslərin hər birinin özü modellərdir. Hansı modellərdir? Sözlə təsvir var burada. Bunlar olur nəzəri modellər. Ondan sonra informasiya modellərinin içərisində var qrafik informasiya modelləri. Qrafik informasiya modelləri hansılardır? Şəkillər. Yəni siz şəkil vasitəsilə də hər hansısa bir məlumatı əldə eləyə bilərsiniz. Şəkillər vasitəsilə də modelləşdirmək olar. Məsələn, şəkil vasitəsilə nəyi modelləşdirə bilərsiniz? Hər hansısa bir misal üçün belə deyək də, ölkə və ölkənin qonşularını siz
şəkil üzərində xəritədə təsvirin verirsiniz. Yəni bu bir modeldir. Qrafik informasiya modelidir. Ondan sonra siz hər hansısa deməli məlumatları sxem, diaqram, qrafiklər şəklində. Məsələn, hal-hazırda görürsünüz, mənim özümün sizə verdiyim modeldə informasiya modelidir. Həm teoriya var, həm də görürsünüz, məlumatları sxematik təsvir eləyirəm. Yəni sxemlər, qrafiklər. Burada yuxarıda yazdığım qrafik şəkildir. Burada yazdığım sxem, diaqram, bunlar hansılardır? Məsələn, tutaq ki, sizin əlinizdə hər hansısa bir statistik məlumatlar var. Əyanilik üçün həmin məlumatları diaqramlar şəklində verirsiniz. Yəni, bunların özləri də informasiya modellərinə aiddir. Bir də informasiya modellərinin arasında nə var? Cədvəl informasiya modelləri var. Cədvəl informasiya modelləri də məlumatların cədvəl üzərində təhlili və hər bir məlumatın rahat şəkildə görünməsini təmin eləyir. Topluda modelləşdirmə bölməsi iki hissəyə bölünübdür. Bu cədvəl informasiya modelindən danışdım deyə bunun üzərində bir neçə sual nümunəsi izah eləyəsiyəm. Topluda da informasiya modelləşdirməsində var idi cədvəl informasiya modeli və bir də qraf informasiya modelinə aid sual nümunələr var. Mən bu cədvəl informasiya modelindən qəbula da sual düşür deyə topludan bir neçə nümunəni izah edib diqqətinizə çatdıracağam. Yəni bu cədvəl informasiya modelin necə işləmək lazımdır deyə. Bircə dəqiqə mən toplunu paylaşım sizlə. Eşidə bilirsiniz də yəqin ki, məni. Bir arada səsinizi çıxardın, görək mürcülüyüb eləmirsiniz ki. Müəllim eşidirik. Eşidirik müəllim. Aha, əla, laf yaxşı. Ümidvaram ki, yatıb eləməmisiz orada. Diqqətiniz dərsdədir. Sabah görəcəyik də bunu. İndi gəldik, baxdıq. Cədvəl informasiya modelinə aid olan suallar nə cür işlənəcək? Məsələn, tutaq ki, burada 11-ci suala baxırıq. Yeni toplunun 11-ci sualından danışıram. Baxın, bölmədə 40 dənə sual olacaq, səhv eləmirəmsə. Modelləşdirmənin birinci bölməsi cədvəl informasiya modeli ilə başlayır. Məsələn, 11-ci sualı təhlil eləyək. Cədvəl informasiya modeli sizə məlumatların daha rahat təhlil olunmasına imkan verir. Necə imkan verir? İndi onu da deyəsiyik. Deyir ki, müəllim, sürücü, çilingər və mühəndis Adil, Eldar, Müşfiq və Əliyar kafedə toplaşmağa qərar verdilər. Deməli, burada olanları mən qeyd eləyirəm. Kim var? Adil var. Daha sonra Eldar var. Ondan sonra Müşfiq var. Müşfiq və bir də Əliyar var. Əliyar. İndi gəlin baxaq. Nədir məsələmiz? Bunların peşələri haqqında da bizə müəyyən məlumatları verir. Bunların arasında var müəllim, müəllim. Ondan sonra bunların arasında var sürücü, sürücü. Sonra bunların arasında var çilingər. Və bir də bunların arasında var mühəndis. Belə bir cədvəl qurdum. Belə bir cədvəl qurdum. Deməli, indi gəlib baxıram. Bizə nə deyir burada? İndi biz bu məlumatlara, verilən məlumatları təhlil edib, kimin hansı peşəyə sahib olduğunu gəlib buradan tapmalıyıq. Deyir ki, onlar bir kafedə toplaşmağa qərar alıblar. Və bizə deyir ki, ilk olaraq kafeyə sürücü gəldi. Sürücü ilk olaraq kafeyə gəlibdir. Adillə Müşfiq kafeyə birlikdə gəldilər. Bu sürücü tək gəlib də. İlk olaraq görürsünüz, sürücü gəlibdir kafeyə. Adil və Müşfiq kafeyə birlikdə gəliblər. Bu cümlədən çıxartdığımız nəticə nədir? Sürücü ilk olaraq tək gəlibsə, Adillə Müşfiq birlikdə gəlibsə, deməli Adillə Müşfiq sürücü deyil. Ona görə mən Adilə sürücüyə çıx qoyuram, Müşfiqə sürücüyə çıx qoyuram. Çünki onlar tək gəlməyiblər də, yəni birlikdə gəliblər. Sonra deyir ki, Müşfiq çilingər də deyil. Bax, bu çilingərdə də Müşfiqə gətirib çıx qoydum ki, Müşfiq çilingər də deyil. Sonra deyir ki, müəllim Əliyara zəng edərək yolda tıxacda olduğunu və ona görə gecikdiyini dedi. İndi bax,
Müəllim kafedə olan birinə zəng eləyib də deyir ki, kafedə olanlardan birinə zəng eləyib. Bu Əliyardır. Yolda tıxacda olduğunu və kafeyə gecikdiyini bildirdi. İndi baxın, Əliyarın burada peşəsi nə olacaq? Kafedə onda Müşfiq var, Adil var. Bir də kafeyə Sürücü sürücü olur da. gəlmişdi. Sürücü Bəli, olur. kafeyə sürücü gəlmişdi. Deməli, Əliyar burada mütləq sürücüdür. Əliyara sürücüyə plus qoyuram. Qalan hamıya Əliyara digər peşələrə çıx qoyuram. Heç kim də sürücü ola bilməz deyə burada Eldara da sürücüyə çıx qoydum. İndi baxaq, kafedə kim var? Kafedə Adil var. Adil kafedədir. Müşfiq kafedədir. Əliyar kafedədir. Müəllim kafedə deyil. Adil, Müşfiq, Əliyar kafedədirsə, kafedə olmayan bir dənə Eldardır da. Eldar da Əliyara zəng eləyib. Müəllim Əliyara zəng eləyib. Deməli, Eldar burada müəllim olmalıdır. Eldara müəllimə plus qoydum. Heç kim müəllim ola bilməz. Eldara da digər peşələrə gəlib çıxaq qoyuram. İndi buradan elə baxanda Müşfiqin 3 dənə çıxağı var. Müəllim ola bilməz, sürücü ola bilməz, çilingər də ola bilməz. Müşfiqin ola biləcəyi bir dənə boşluq mühəndisdədir. Gətirib mühəndisə plus qoyuram. Deyirəm ki, Müşfiq mühəndisdir. Onda Adilin də bir dənə boşluğu qalıb. Müəllim, sürücü, mühəndis ola bilməz. Adildə nə olacaq? Çilingər olacaq. Eldar və Müşfiqin peşələrini istəyirdi bizdən. Eldara tapdım ki, Eldar müəllimdir. Müşfiqə də tapdım ki, mühəndisdir. Eldar və Müşfiqin peşələri müəllim, mühəndis. Bax, birinci hansını veribsə ondan başlamalısınız. Görürsünüz, burada mühəndis müəllim də ola bilər. Onu götürsəydiniz yanlış olacaq. 11-ci sualda cavabınız olacaq A variantı. Əgər başa düşmədiyiniz bir məqam varsa, təkrar izah eləyə bilərəm. Bu sual kiməsə qaranlıq deyil ki, susmaq, yəni qəbul edirəm ki, başa düşmüsünüz. Yox, əgər sualınız olarsa, sualınızı verin, cavablayacağım. Başqa bir nümunədə izah edirəm ki, sizə daha aydın olsun. Bu yazdığımı silirəm burada. İndi gəlib davam edirik. Məsələn, başqa bir suala baxıram. Tutaq ki, bizə nə deyir? Misal üçün, burada məsələn, baxıram bu suala, 18-ə. Deyir ki, milliyyətcə türk və ərəb olan tələbələr ABCD-yi deməli, yəni bu tələbələrin adlarıdır. Riyaziyyat, informatika, fizika, tarix və hüquq fakültələrində təhsil alırlar. Məlumdur ki, indi gəldik təzədən bunları qeyd elədik. Deməli, bizdə hansı fakültələrdə təhsil alanlar var? Riyaziyyat fakültəsində təhsil alanlar var. Riyaziyyatda. Ondan sonra gəlib baxırıq. İnformatikada təhsil alanlar var. Ondan sonra fizika, tarix və hüquq. Fizika, bir də gəldik qeyd elədik. Tarix və bir də qeyd eləyirik hüquq. Fizika, tarix və hüquq fakültələrində təhsil alan tələbələr var. İndi gələk baxaq. Burada da tələbələr kimlər var burada? A var. Ondan sonra B var. Ondan sonra C var. D var. Və bir də Y var. Bunlar da tələbələr. İndi gələk baxaq. Nədir bizim məsələmiz? Bunların arasında bir var türklər, bir də var ərəblər. Deyir ki, müəllim, daha doğrusu məlumdur ki, B ya fizika ya da hüquq fakültəsində təhsil alır. B ya fizika ya hüquq deyirsə qalanlarına çıx qoyuram. Yəni buradan çıxartdığım nəticə odur ki, B riyaziyyatda oxumaz, informatikada oxumaz, tarixdə oxumaz. Harda oxumalıdır B? Ya fizikada ya da hüquqda. Deyir ki, D informatikada təhsil almır. D informatikada təhsil almırsa, informatikada da D-yə gəlib çıxaq qoyuram. Sonra deyir ki, D və Y türkdür. Buradan D-nin də üzərindən T yazıram, Y-nin də üzərindən T yazıram ki, yəni bunlar türkdür. Sonra deyir ki, ərəb tələbələr riyaziyyat, fizika və tarix fakültələrində təhsil alırlar. Deməli, ərəb tələbələr, burada 2 dənə türkdürsə, yerdə qalan 3 dənəsi ərəb olacaq da. Yəni, çünki ərəb tələbələr riyaziyyat, fizika, tarixdirsə 3 nəfər qalır. Deməli, bu ABC ərəbdir. Və o dəqiqə mən türklərə riyaziyyat, fizika, tarixə çıx qoyuram. Bax, türkdürsə riyaziyyata çıx qoydum. Fizikaya çıx qoydum. Tarixə gəldim, çıx qoydum. Türklərə bunlara çıx qoydum. O dəqiqə, bax, burada D-də artıq 4 dənə çıxaq var. D-nin seçə biləcəyi bir dənə ixtisas qalıb, o da hüquqdur. D-də hüquqa gəlib plus qoydum.
Artıq deyirəm ki, heç kim hüquqda təhsil ala bilməz. Onda baxıram ki, bu türk Y olanın da 4 dənə çıxağı var. Riyaziyyatda var, fizikada var, tarixdə var, hüquqda da var. Deməli, bu Y-də nə oxumalıdır? İnformatika oxumalıdır. Gəldim informatikaya, digərlərinə çıx qoydum ki, digərləri informatika oxuya bilməz. Davam eləmirəm. Niyə? Çünki məndən informatika fakültəsində kimin təhsil aldığını istəyirdi. Gördüyünüz kimi cədvəl vasitəsilə mən informatikada Y-nin təhsil aldığını tapa bildim. 18-ci sualımın da cavabı D variantı oldu. Bu da belə. Kiməsə qaranlıq qalan bir şey yoxdur ki, başa düşə bilirsiniz? Bəli, müəllim, aydındır. Aha, Aydın. əla. İndi gəldik, baxdıq. Siz də, onsuz da, indi mən izahıma davam eləyəcəm, çalışacağım bölməni bu dərsdə bitirim. Sizin tapşırığınız ancaq bu nə olacaq? Toplunun 40 dənə sualı, yəni cədvəl informasiya modelinə aid olan suallar işləyəsiniz sabaha ancaq. Yəni bu tiplərdə suallar olacaq, cədvəl qurmaqla həll eləyə bilərsiniz. İndi bəziləri daha rahatdır. Onları yəni diqqətlə baxsaq, cədvəlsizdə həll eləmək mümkün olacaq təbii ki. İndi gəlib nədən danışırıq? İndi qaydırıq izahımıza. Biz cədvəl informasiya modeli haqqında danışdıq. Qayıdıb indi nədən danışasıyıq? Aha. Qayıdıb indi qraflarda bax bu cədvəl informasiya modelindən 2020, 23, 24, 24, 25, 22-dən düşür də qəbula. 3 ildir ki, qəbulda informatika var. 3 ildə də bu cədvəl informasiya modelindən hər il mütləq bir dənə sual qəbula düşür. Yəni yenə də imtahanda cədvəl informasiya modelindən bir sualla qarşılaşasınız. Ola bilər sualların şərtləri biraz böyük görsənsin, sizi qorxutsun, amma bu bölmə diqqətli olsanız, məlumatları düzgün təhlil eləyə bilsəniz, bu mövzudakı bu sual yazılmalı sualdır. Və ümumiyyətlə izahlarla bağlı çətinliyiniz olarsa, yəni sualları başa düşməklə bağlı çətinlik çəksəniz, bilirsiniz ki, YouTube-da video izahlarımız var. Həmin video izahlardan istifadə eləyə bilərsiniz. İndi biz gəlib nədən danışırıq? Cədvəl informasiya modellərindən danışdıq. İnformasiya modellərinin içərisində bir də bizdə var qraf informasiya modeli və bir də ağac informasiya modeli. Bunlar da informasiya modellərinin bir növüdür. Birinci gəlib baxırıq, danışırıq indi nədən? Qraf informasiya modelindən. Qeyd elədik. Qraf informasiya modeli. Qraf informasiya modeli. Bunun xüsusi bir halı var. O da ağac informasiya modelidir. Onun da nə olduğunu sizə deyəcəm. Birinci baxaq. Qraf nədir? Qrafın elementləri nədir? Qraf nələrdən ibarətdir? Onları təhlil eləyək. Deməli, gəlib baxırıq. Baxın, mən müxtəlif obyektlər qeyd eləyirəm. Məsələn, bu olsun mənim A obyektim. Sonra gəlirəm burada bir B obyekti. Sonra gəlirəm burada bir C obyekti. Sonra burada bir D obyekti. Bir də burada bir Y obyekti qeyd eləyirəm. Bir də burada bir Y obyekti də qeyd elədim. Deyir ki, müxtəlif obyektlərin bir-biri ilə əlaqələnmiş sistemi qraf informasiya modelini əmələ gətirir. Məsələn, tutaq ki, mən gəldim burada belə bir model çəkdim. Bu model bizdə qraf informasiya modelidir. Yəni, qraf informasiya modelini siz belə başa düşün. Müxtəlif məntəqələr var. Həmin məntəqələri birləşdirən yollar var. Bu model qraf informasiya modelidir. Yəni, burada da, bax, burada A, B, C, D, Y bunları qeyd eləmişik ya. Qrafın indi elementləri ilə tanış olaq. Burada qeyd elədiyimiz A, B, C, D, Y bunlar adlanır qrafın təpələri. Qrafın təpələr. Ola bilər ki, qrafa aid olmayan da bir təpə olsun. Məsələn, burada bir F təpəsi var. Görürsünüz, bu F təpəsindən bu qrafın heç bir təpəsinə yol getmir. Bu cür təpələrə deyirlər yalqız təpələr. Yalqız təpə. İndi qrafın bu hansı ki, təpələri bir-biri ilə əlaqələndirən yollar var ha. Həmin yollara deyirik qrafın tilləri. Məsələn, tutaq ki, A-dan B-yə olan yol tildir. Və yaxud C-dən D-yə olan yol tildir. Til təpələr arasındakı yoldur.
İndi bizə nə deyir? Deyir ki, əgər tilin istiqaməti varsa, əgər tilin istiqaməti olarsa, ə, həmin til qövs adlanır. Həmin til qövs adlanır. Bunun da altından xətt çəkirəm. Qövs adlanır. Qövs nə deməkdir? Baxın uşaqlar. Əgər mənim, bax bu S-dən Y-yə, bax görürsünüz, oxla göstərirəm, istiqamət var. Bax bu S-dən D-yə istiqamət yoxdur, tildir. Bu o deməkdir ki, S-dən D-yə gedib D-dən S-yə qayıtmaq olar. Amma baxın S-dən Y-yə ox çəkmişəm. Burada ancaq yol bir tərəfli yoldur. Yalnız S-dən Y-yə gedə bilərsiniz. Yolun istiqaməti var. Yolun istiqaməti varsa, həmin tili qövs adlandırasınız. Məsələn, bu S-yə artıq qövs olasıdır. Və yaxud gəlib baxıram burada AC-yə. AC-yə görürsünüz istiqamət qeyd eləmişəm. Əgər tilin istiqaməti varsa, həmin tilləri gəlib qövs adlandırasınız. Bunu da gəldik qövs adlandırdıq. Ondan sonra yadınızda saxlayın. Mən dedim ki, bu məntəqələr arasındakı yollardır da. Məsələn, AB, AC, BC bunları əlaqələndirən xətlər həmin məntəqə arasındakı yollardır. Əgər bu yoldursa, bunun bir uzunluğunu biz ölçə bilərik də. Ola bilər ki, sizə bu yolların qiyməti verilsin. Yəni, məsələn, A-dan B-yə qədər məsafənin uzunluğu verilsin və yaxud B-dən D-yə qədər məsafənin uzunluğu verilsin. Məsəl üçün, tutaq ki, mən burada qeyd eləsəm, B-dən D-yə qədər yolun uzunluğuna, misal üçün, desəm ki, 12-dir. Artıq buradakı tillər arasındakı qiymət nə olasıdır? Buna deyəsirik qrafın çəkisi. Çəki. Başa düşdünüz? Məsələn, tutaq ki, B-D məsafəsi neçədir? 12. Bu, qrafın çəkisidir. Və yaxud SB arasındakı yolun uzunluğu versə 18, siz deyəsiniz ki, bu SB-nin çəkisidir. Yəni, bütün tillərin qiyməti olarsa, onda bu cür qrafı da gəlib adlandırasınız. Çəkili qraf. Çəkili qraf. Yadınızda saxlayın. Bir də nə deyir? Deyir ki, əgər hər hansısa bir tildən özünə qayıdan bir yol varsa, məsələn, tutaq ki, mən D-dən gətirib D-yə bir yol qaytarıram, D-dən çıxıram, sonra gəlirəm, fırlanıb D-yə qayıdıram başqa bir yolla. Əgər bir təpədən çıxıb, bir tillə həmin təpəyə qayıdıramsa, onda bu cür, yəni hansı ki, bax, bu D təpəsində olan, bu təpədən çıxıb özünə qayıdan yol var, ha. Bir təpədən çıxıb özünə qayıdan yol, yadınızda saxlayın, adlanasıdır ilgək. İlgək. Yol təpədən çıxır və təpənin özünə qayıdırsa, bu qrafda ilgəkdir. Və yadınızda saxlayın. Dedik ki, əgər tilin istiqaməti olarsa, həmin til qövs adlanır. Bura bir dənə də əlavə eləyirəm. Qeyd 1 olsun, bu da qeyd 2. Əgər qrafda bütün tillərin istiqaməti olarsa, yəni bütün tillər qövs olarsa, istiqaməti olarsa, yəni bütün tillər qövs olarsa, onda deməli siz bu cür qraf nə adlanasıdır? Adlanasıdır yönəldilmiş qraf və yaxud adlandırasıyıq biz bunu diqraf. Yönəldilmiş qraf və yaxud diqraf adlanır. Yəni bütün tillərin istiqaməti olsa, onda qrafınız yönəldilmiş qraf ya da diqraf adlanır. Bax, bu sizin qraf haqqında bilməli olduğunuz parametrlərdir. İndi gəldik, baxdıq. Qrafda gördüyünüz kimi əlaqələr, müxtəlif tipli əlaqələr ola bilər. Qarışıq əlaqələr var, bax, bu qrafda. Amma bir də var qrafın xüsusi bir halı, ağac. Ağacın qrafdan fərqi nədir? Ağacın qrafdan fərqi odur ki, ağacda, bax, buradan qraf informasiya modeli, qırağından da yazıram ağac informasiya modeli. Ağac qrafın xüsusi bir halıdır və orada təpələr şəbəkə halında əlaqələnmir.
Məsələn, qrafda təpələr şəbəkə halında əlaqələnibdir. Misal üçün qarışıq əlaqələr var. Amma ağacda əlaqə ağacvari. Nətər olacaq? Olacaq beləsinə. Məsələn, bu sizin A təpənizdir. A təpəsindən B təpəsinə və C təpəsinə yol gedir. C təpəsinə. Məsələn, B təpəsindən D təpəsinə və yaxud Y təpəsinə yol gedir. C təpəsindən, misal üçün, Y təpəsinə və F təpəsinə yol gedir. Məsələn, bu artıq qrafın ağac modelidir. Bu olur ağac informasiya modeli. Ağac modeli. Ağac modelində nədir məsələ? Ağac modelində aha, buna dedik ağac modeli. Ağac modelində nə var? Yadınızda saxlayın. Ağac modelində təpədə olan adlanır kök və ən ucda olanlarda adlanır yarpaq. İndi bunu harda necə istifadə eləyəsiniz? Testə baxanda bunları sizə izah eləyəsinik. Testlərdə bunlara baxasıyıq. İndi biz ağac modelinin də nə olduğunu bildik ki, ağac modelində bir təpədən şaxələnmə var. Məsələn, tutaq ki, burada görürsünüz, B-dən D-yə, B-dən C-yə, C-dən D-yə, D-dən Y-yə qarışıq əlaqələr var. Amma görürsünüz, burada proses nə tərcih edib? Yalnız bir istiqamətdə qarışıq şəbəkəvari əlaqələnmə yox. İndi bu qraf informasiya modelində də bilməli olduğunuz bəzi məqamlar var. Testlərdə bununla bağlı suallar çıxacaq qarşınıza. Qraf informasiya modellərində qonşuluq siyahısı və qonşuluq matrisi anlayışları mövcuddur. Bu qonşuluq siyahısı, qonşuluq matrisi anlayışları nədir? Başlayaq onlarla tanış olaq. İndi mən bunu göstərmək üçün qonşuluq matrisinin nə cür qurulmasını sizə izah eləyəcəm. Məsələn, testlərdə də sizə topluda onsuz da toplunun cədvəl informasiya modeli ilə bağlı olan ilk suallarında matrislərin qurulması ilə bağlı suallar var. Matrislərin qurulması sizə mürəkkəb termin kimi gəlsə də, əslində çox sadə bir prosesdir. Ümidvaram ki, bunu da rahat şəkildə başa düşəsiniz. Və kim harda nəyi başa düşməsə, kimə nə aydın olmasa soruşsun, hər zamanki kimi təkrar izah eləyəsinik. Fərz eləyək ki, bizə bir qraf verilibdir. Gələk buradan bir qraf qeyd eləyək. Bu olsun bizdə A təpəsi. Buradan B və C təpələrini qeyd eləyirəm. B və C təpələrini qeyd eləyirəm. Sonra buradan da gəldim D təpəsini qeyd eləyirəm və bir də Y təpəsini qeyd eləyirəm. Deməli, gələk baxaq. Burada əlaqələr A-dan B-yə, A-dan C-yə, A-dan D-yə, B-dən Y-yə, misal üçün B-dən D-yə, C-dən D-yə, D-dən Y-yə. Əlimizdə belə bir qraf mövcuddur. İndi biz bu qrafın birinci qeyd eləyirik qonşuluq siyahısı. Qonşuluq siyahısı. Qonşuluq siyahısı nə demək olan şeydir? Birinci gəlib belə bir cədvəl qurasınız. Cədvəl. Deməli, cədvəldə gəlib nə edəsiniz? Təpələrinizi qeyd eləyirsiniz. A təpəsi, sonra gəlib qeyd eləyirsiniz B təpəsi, sonra C təpəsi, sonra gəlib D təpəsini qeyd eləyəsiniz və bir də gəlirsiniz Y təpəsini qeyd eləyirsiniz. Bu olur qrafın təpələri. İndi baxın, hər bir təpə hansı təpələrlə əlaqəlidirsə, əlaqəli olan təpələr bu təpənin qonşusu sayılır. Məsələn, A hansı təpələrlə əlaqəlidir? B ilə, C ilə, D ilə. Deməli, onda B, C və D A-nın qonşuları sayılasıdır. Məsələn, B hansı təpələrlə əlaqəlidir? A ilə, D ilə, Y ilə. Deməli, onda A, B, Y, B-nin qonşuları sayılasıdır. C hansı təpələrlə əlaqəlidir? A ilə D ilə əlaqəlidir. C sadəcə. C-nin qonşuları A və D olasıdır. D-nin qonşuları nədir? D, B, A, C, Y hamısı ilə əlaqəsi var. A-nın əlaqəsi var, B ilə əlaqəsi var, C ilə əlaqəsi var, Y ilə əlaqəsi var. Bu D-nin qonşuları olasıdır. Y-nin də əlaqəsi sadəcə B və D iləndir deyə Y-nin də qonşuları B və D olasıdır. Bu olur qraf matrisində qonşuluq siyahısı. İndi bir dənə də anlayış var. Bu anlayış nədir? Qonşuluq matrisi anlayışı var. Gəldik, qeyd elədik. Qonşuluq matrisi. Qonşuluq matrisi. Bu da toplunun elə cədvəl informasiya modelindən sonra qraf informasiya modelini açanda 4-cü ya da 5-ci sualda qonşuluq matrisinin qurulması ilə əlaqəli sual var. Qonşuluq matrisini nə tər qurursunuz?
Cədvəlinizdə neçə dənə təpə var? Yəni qrafınızda neçə dənə təpə var? 5 dənə. Gəlirsiniz belə bir cədvəl qurursunuz. Gəlirsiniz belə bir cədvəl qurursunuz. Deməli, buradan qeyd edirsiniz təpələri. A, sonra gəlib qeyd edirsiniz B, sonra gəlib qeyd edirsiniz C, sonra gəlib qeyd edirsiniz D və bir də gəlib qeyd edirsiniz Y təpəsi. Bütün təpələri bura qeyd elədiniz. Sonra gəlib baxırsınız buradan nəyə? Eyni təpələri buradan da qeyd edirsiniz. A təpəsi, sonra B təpəsi, sonra C təpəsi, sonra D təpəsi və sonra Y təpəsi. Bunları qeyd elədiniz. Bunları qeyd elədikdən sonra gəlib nə edəsiniz? Başlayasınız cədvəli doldurmağa. Nətər doldurasınız? İndi gəlin baxaq. A-dan A-ya hər hansısa bir yol varmı? Adətən təpənin özü ilə kəsişməsində əgər ilgək olarsa təpənin özü ilə kəsişməsinə 1 yazasınız. Əgər həmin təpədə ilgək yoxdursa təpənin özü ilə kəsişməsinə 0 yazasınız. Deməli, bəzən bu təpələrin özləri ilə kəsişməsində ilgək yoxdursa buranı qaralayırlar. Amma əslində orada qiymət olaraq həmin xananın qiyməti 0-dır. A-dan A-ya yol yoxdur 0. Yol yoxdursa 0, yol varsa 1 yazıram. A-dan B-yə yol var 1. A-dan C-yə yol var 1. A-dan D-yə yol var 1. A-dan Y-yə yol yoxdur 0. İndi baxın. Burada bütün təpələr bir-biri ilə tillər vasitəsilə əlaqələnib deyə. Bu cür qraf baş diaqonala nəzərən simmetrik qrafdır və siz baş diaqonala nəzərən simmetrik olan qraflarda birinci sətrə yazdığınızda gəlib birinci sütuna köçürə bilərsiniz ki, cədvəli daha rahat və tez doldurasınız. Məsələn, mən burada 0, 1, 1, 1, 0 yazmışamsa, birinci sətri gətirib birinci sütuna rahatlıqla köçürə bilərəm. Burada bir problem olmayacaq. Sonra baxıram, B-dən A-ya yol var, B-dən B-yə yol yoxdur, B-dən C-yə yol yoxdur, B-dən D-yə yol var, B-dən Y-yə yol var. Sonra gəlirəm, ikinci sətirdə ikinci sütuna köçürə bilərəm. 1, 0, 0, 1, 1. Sonra gəlirəm, C-dən A-ya yol var, C-dən B-yə yol yoxdur, C-dən C-yə yol yoxdur, C-dən D-yə yol var, C-dən Y-yə yol yoxdur. Üçüncü sətirdə üçüncü sütuna köçürərəm. 1, 0, 0, 1, 0, 1, 0, 0, 1, 0. Sonra baxdım, D-dən bütün təpələrə yol var. Bir dənə D-dən D-yə yol yoxdur, 0. D-dən Y-yə yol var, 1. Dördüncü sətirdə dördüncü sütuna köçürdərəm. Və Y-dən Y-yə yol yoxdur. Burada gəlib 0 götürərəm. Deməli, baxın, burada dediyim kimi, baxın, mən burada şərti olaraq bunları belə qaralayıram, üstündən xətt çəkirəm. Bax, bunlar, bax, bu üstündən belə görürsünüz, bax, bu sıfırların üstündən xətt çəkmişəm, ha. Bax, bu, ümumilikdə qurduğumuz bu cədvəl qrafın qonşuluq matrisi adlanır. Matrisin doldurulma qaydası burada şəkildə gördüyünüz kimidir. Və bu diaqonal üzrə çəkdiyim xəttlər bizdə qraf matrisinin baş diaqonalı adlanır və bütün təpələr arasındakı əlaqələr tillər vasitəsilədirsə, bu qraf həmişə simmetrik qraf olur. İndi gəldik, baxdıq. Qonşuluq matrisi bizə nəyə görə lazımdır? Tutaq ki, sizə suallar veriləcək. Bu qonşuluq matrisində qəbula da bu tipli sual düşüb. Hansı sualdır? Birazdan topluda sizə göstərəcəm. Bu qonşuluq matrisində tutaq ki, qonşuluq matrisini sizə verər, qrafın tillərinin sayını soruşar. Ya da əksinə, sizə qrafın özünü verər, qonşuluq matrisində birlərin və ya sıfırların sayını soruşar. Bu tipli suallarla qarşılaşanda siz nə edəsiniz? Yadınızda saxlayın. Əgər sizə qraf verilibsə, matris qurmadan həmin qrafda sıfırların və birlərin sayını necə hesablayasınız? İndi onu sizə izah eləyirəm. Yadınızda saxlayın. Buradan qeyd eləyirəm. Qraf matrisində buradan gələk qeyd eləyək. Elə buradan qeyd eləyək. Yazıram. Qraf matrisində birlərin sayı. Birlərin sayı. Yadınızda saxlayın. Birləri saymaq üçün matrisi gəlib qurmağa ehtiyac yoxdur. Siz gəlib nə edəsiniz? Siz gəlib tilləri, baba bu qrafda neçə dənə til var ha?
Həmin tilləri sayıb vurasınız 2-yə. Qayda budur. Til sayı vurulsun 2. Til sayı vurulsun 2. Bax, bu sizə həmişə birlərin sayını verəcək. İndi gəlin matrisdəki birləri sayaq. Görək ödəyir, ödəmir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə bir saymışıq da, düzdürmü? İndi gəlin görək. Buradan 1, 2, 3, 4, 5, 6, 7, 7-ni də gəlib 2-yə vursaq, görürsünüz 14 dənə 1 alınır. Yəni siz bu matrisi qurmadan tilləri sayıb 2-yə vursanız sizə birlərin sayını verəcək. İndi növbəti qaydamız nədir? Növbəti qaydamız qraf matrisində sıfırların sayı. Qraf matrisində sıfırların sayı. Sıfırların sayı. İndi baxın, biz 5 təpə var idi da, A, B, C, D, E. Biz 5-in 5-ə bir dənə cədvəl qurduq burada. Yəni ümumi burada neçə dənə xana var? 25. Ümumi 25 xana var. Birlərin sayını tapa bilirəm, üsulumu bilirəm. Birləri sayandan sonra yerdə qalanları sıfırdır da. Onda mən ümumi xanaların sayından birlərin sayını çıxsam, yerdə sıfırların sayı qalacaq. Onda mən sıfırların sayını tapanda belə eləyirəm. Təpə sayı, yəni təpə nə qədərdirsə, onu gəlib kvadrata yüksəldəcəm. 5-in 5-ə cədvəl qurmuşam da, 25 dənə xanası olasıdır. Və bundan gəlib çıxasıyam birlərin sayını. Birlərin də sayını nətər tapırdım? Til sayı vur 2 deyirdim də, düzdür? İndi gəlin burada yoxlayaq. Til vur 2 tapmışam onsuz da, 14-dür. Təpə 5-dir. 5-in kvadratı 25, 25-dən də 14 çıxanda yerdə qalır 11. Siz gəlib burada sıfırları saysanız, buradan 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5, 6, 7, 8, 9, 10, 11 dənə sıfır olduğunu görə bilərsiniz. Bu da qraf matrisində sıfırların sayılma qaydasıdır. Bununla da bağlı dediyim kimi qəbula sual düşübdür. Məsələn, nümunə olaraq görmək istəyirsinizsə, onu da sizə göstərim. Bax, bu köhnə topluda bu sual yox idi, amma qəbula düşmüş həmin sualı təzə topluya salıblar. 2024-cü ilin qəbulunda işləyəndə görəsiniz ki, qəbulda həmin sual birə-bir var. Hansı sualdır, indi deyirəm. Gözlüyümdən bunları yeniləyək. Aha. Deməli, baxın, söhbət burada 23-cü sualdan gedir. 23-cü sualın üstündəki yazıları silirəm. İndi uşaqlar, gəlin baxaq. 23-cü sualda bizə nə deyir? Görürsünüz, indi mənim çəkdiyim qraf sadə idi. Amma burada qrafı bacardıqları qədər mürəkkəb çəkiblər. Deyir ki, qraf üçün qonşuluq matrisi tərtib edilərsə sıfırların sayı nə qədər olar? Görürsünüz, sıfırların sayını istəyir. İndi siz bunu necə hesablayasınız? Bunun da hesablanma qaydası olacaq belə. Deməli, birinci işiniz nədir? Birinci işiniz birlərin sayını tapmaqdır. Əvvəlcə gəlib tapırsınız birlərin sayı. Birlərin sayını nətər tapırdıq? Birlərin sayına deyirdik ki, til vurulsun 2. Yəni tillərin sayını vurmalıyıq 2-yə. İndi gəlin tilləri sayaq. Birinci ən kiçik tilləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20 dənə kiçik tilimiz var, düzdür? İndi gəldik, baxdıq, davam edirəm, ardın sayıram. Bir balaca qalınlaşdırım. 20 dənə kiçik saymışam. Baba, buradan 21, sonra 22, sonra 23, 24, 25, 5 dənə bu göyü saydım. İndi bir də yaşılla göstərirəm böyükləri. 25 davam eləyirəm. Bax, bu yaşılla 26, bu 27, bu 28, bu 29. Baba, bu da neçə dənə? Ümumilikdə burada 30 dənə til saydım. Onda bu cədvəldə birlərin sayı nə olacaq? Birlərin sayı olacaq 30 vurulsun 2. Yəni 60 dənə 1 var burada. Aydındır? İndi məndən nə istəyir?
sıfırların sayını istəyir. Sıfırların sayını nətər tapırdım? Gəlib deyirdim ki, sıfırların sayı olacaq belə. Təpənin sayın. Təpə neçə dənədir? Təpənin sayı nə qədərdirsə, onu gəlib kvadrata yüksəltməliyəm və birlərin sayını çıxmalıyam. Yəni til sayı vur 2-ni çıxmalıyam. Onda gəlirəm indi təpələri sayıram. Təpələri də gələk başlayaq sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Onda mən sıfırların sayını tapanda 20-nin kvadratı çıxılsın. Fil vur 2-ni də 30 dənə til idi. 2-yə vuranda 60 alırdım da. 20'nin kvadratı 400. 400'den de 60 çıxanda 340. 23-cü sualda da cavabımız B variantı olurdu. O da olurdu qrafda sıfırların və birlərin sayılma qaydası. Gördüyünüz kimi topluda sual var və bu sual 24-cü ilin qəbulunda istifadə olunubdur. Burada kiməsə qaranlıq qalan, aydın olmayan bir məqam varsa, təzədən təkrarən bir də izah eləyə bilərəm. Başa düşmədiyiniz bir məqam var? Xeyr müəllim, aydın. Aha. Amma indi uşaqlar, sizi OTK keçən il sınaqlarında uşaqları çarıxdırırdı. Düzdür, qəbula o tipli sual düşməyibdi. Amma burada maraqlı bir neçə məqam var. Ola bilər ki, bircə dəqiqə biz təzədən burada qeyd bölməmizi açaq. Bax, görürsünüz, burada mənim sizə verdiyim qrafda ancaq nələrdən istifadə olunub? Tillərdən. Ola bilər ki, bunu sizə til olaraq yox, yəni təpələr arasındakı xətlərin ancaq istiqamətlə verər. İstiqamətlə verəndə uca qayda tamam dəyişir. Yəni istiqamət olanda bax burada A-dan B-yə yol var, B-dən A-ya yol var. Ona görə bax burada bir sayanda A-dan B-də biri də sayırsan, B-dən A-ya da biri sayırsan. Ona görə til vur 2 deyirsən. Çünki A-dan B-yə gedib B-dən A-ya qayıtmaq olur. İstiqamət tildir. Yəni onlar arasındakı yol tildir, iki tərəfli yoldur. Amma orada sizə istiqamət versə, onda vəziyyət fərqli olur. Onu yadınızda saxlayın. Dediyim kimi, bu qəbullarda bu tipli suallar istifadə olunmuyor. Sadəcə OTK testlərində istifadə olunubdur deyə. OTK da demə yaxın bir qurumdur deyə bunu da diqqətinizə çatdırıram. Deməli, baxın, nədir məsələ? Gəlirəm bu dəfə belə qururam. Məsələn, A-dan B-yə, A-dan B-yə, B-dən C-yə, elə eynisini çəkirəm, C-dən D-yə, bir də D-dən Y-yə, A-dan B-yə, bunu bax, görürsünüz, artıq nətər çəkirəm? Bax, görürsünüz, qövs kimi çəkirəm bunların hər birini. Bax, oxla qeyd eləyirəm. Yəni, istiqamətli qeyd eləyirəm. İstiqamət varsa, hərəkət bir tərəflidir. Yəni, yolumuz bir tərəflidir. Ancaq, məsələn, burada ancaq A-dan C-yə gedə bilərəm. C-dən A-ya geri qayıda bilməyəcəm. Və yaxud B-dən D-yə gedə bilərəm. D-dən B-yə qayıda bilməyəcəm. Aydındır? İndi gəldik, baxdıq. Nədir məsələmiz? Belə olanda qayda dəyişəcək. Burada, məsələn, siz artıq birləri sayanda, bax, buradan qeyd eləyirəm. Bax, bu qayda bura aiddir. İndi buradan yazıram. Qeyd. Bunu yaxşı-yaxşı yadınızda saxlayın. Qeyd. Əgər bütün tillər qövsdürsə, yəni istiqaməti varsa, onda siz birləri nətər sayasınız? Gəlib yazıram. Qövsdürsə, birlərin sayı nəyə bərabər olacaq? Sadəcə til sayı 2-yə vurmağa gərək yoxdur. Başa düşdünüz? 2-yə niyə vururdum? Çünki A-dan B-yə gedirdim, B-dən A-ya qayıdırdım. O matrisdə 2 dənə bir kimi görünürdü. Amma indi mən matris quranda A-dan B-yə 1 yazıramsa, B-dən A-ya 1 yaza bilməyəcəm. Niyə? Çünki B-dən A-ya qayıda bilmirəm. İndi matrisini də qurub göstərəcəm sizə. Baxın, demək istədiyim şey budur. Məsələn, mən indi gəlib bunun matrisin qurası olsam, gəldim, qeyd elədim. Tutaq ki, baxın, buradan gəlib yazıram. A,
B, C, D və bir də Y. Və gəlib buradan da qeyd edirəm. A, B, C, D və bir də Y. Yuxarıdakı tillərlə də deyə simmetrikdir. A'dan B'ye bir yazmışamsa görürsünüz B'den A'ya da bir yazmışam. Amma burada elə olmayacaq. Niyə? Şimdi baxın. Mən baxıram, gəlirəm buradan. Gəldim indi mən bunu doldurmağa. Bu qrafın matrisini gəlirəm dolduram. Söhbət til olan var, til yox, qövs olan variantdan gedir. A'dan A'ya yol yoxdur 0. A'dan B'ye yol var 1. A'dan C'ye yol var 1. A'dan D'ye yol var 1. A'dan Y'ye yol yoxdur 0. Şimdi baxıram. B'den A'ya yol var. Yoxdur axı. A'dan B'ye yol var. B'den A'ya yol yoxdur. Görürsünüz burada A'dan B'ye 1 idi. Burada B'den A'ya 0 oldu. B'den B'ye yol yoxdur. B'den C'ye yol yoxdur. B'den D'ye yol var. B'den Y'ye yol var. C'den A'ya yol yoxdur. C'den D'ye, C'den B'ye yol yoxdur. C'den C'ye yol yoxdur. C'den D'ye yol var. C'den Y'ye yol yoxdur. Sonra D'den A'ya yol yoxdur. D'den B'ye, D'den C'ye, D'den D'ye yol yoxdur. Bir dənə D'den Y'ye yol var. Və bir də Y-dən. Y-dən də baxırsınız ki, heç birinə yol yoxdur. Hamısına 0 yazırsınız. İndi baxın, burada tillərin sayı, deməli, til sayı deməyək. Bunlar çünki til deyil, qövsdür. Birlərin sayı gəlib yazıram ki, bütün tillər qövsdürsə, birlərin sayı nəyə bərabərdir? Qövslərin sayına bərabərdir. Bunu gəlib qeyd edirəm, qövs sayı. Qövs sayı. İndi gəlin baxaq. Məndə neçə dənə bir oldu? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə qövs oldu. Deməli, baxın, sizin matr qrafınızda da 1, 2, 3, 4, 5, 6, 7. Yəni, qövs olanda görürsünüz, birlərin sayını tapmaq üçün 2-yə vurmağa gərək qalmır. Amma sıfırların sayını eyni qaydada gəlib tapasınız. Təpənin kvadratı çıxılsın. Bayaq til vur 2 idi. Çünki o birlərin sayıdır. Burada da qövslərin sayını çıxarsınız. Gəlib deyirəm. Sıfırların sayı, sıfırların sayı. Sıfırların da sayını hesablayanda gəlib deyəsiniz ki, təpənin sayı, təpənin sayı. Bunu yenə yüksəldəsiniz. Kvadrata çıxarsınız nəyi? Qövslərin sayını. Qövslərin sayın. Hə, bu da belə. Artıq qövs olanda da topluda bu tipli sual yoxdur. Amma dediyim kimi OTK sınaqlarında iştirak eləsəz, çox güman ki, OTK keçən il salıbdı, bu il də salacaq. İndi buradan deməli sizin bir sualınız yaranır. Siz əslində sual verməlisiniz burada. O sualı siz mənə vermədiyinizə görə mən sizə verirəm. Bəs deyərsiniz ki, ay müəllim, bəlkə mənim qrafımda həm til var, həm qövs var. Onda mən birlərin sayını nətər taparam? Nətər taparıq? Kim deyər? Müəllim, dillərin sayını 2-yə vurarıq, qövslərin də sayını saxlayarıq da. Əla, əhsən, sənə bir dənə 5. Deməli, əgər qrafda həm til, həm qövs varsa, qövslərin, birlərin sayını tapanda, tillərin sayı vur 2, üstə gələk qövslərin sayı. Bu sizə birlərin sayını verəcək. Sıfırların da sayını tapanda təpənin kvadratı çıxaq, birlərin sayı. Təpənin kvadratından birləri çıxanda yerdə sıfırların sayı qalacaq. Bu da oldu belə. Bu da oldu bizim qraf informasiya modeli və qraf informasiya modeli haqqında öyrənməli olduqlarımız. İndi qraf informasiya modelindən bir də qəbulda sizin qarşınıza hansı tiplərdə suallar çıxa bilər? Yenə də qayıdıram topluya. Topludan sual izahları ilə nümunələr göstərəsiyəm. Deməli, gəlib baxırıq. Burada maraqlı sual nümunələri var. Bir neçə nümunəni izah eləyəsiyəm. Qoy mən toplunu yenidən açım. Çünki dünən dərsdə biz bunların üstündə işləmişik deyə yazılar qalıbdı. Bircə dəqiqə. Hə, bu deyil. Mən niyə səhv testi açdım?
Aha. Deməli baxaq, burada yazı yoxdur ki, yox. Hə. Baxın, sizin qarşınıza çıxa biləcək sual nümunələri. Bax, hansı ki, bu sualda əvvəllər qəbula düşübdür. Söhbət 6-cı sualdan gedir. Bunun müxtəlif variantlarını izah eləyəcəm sizə. 6-cı sualda bizə nə deyir? Deyir ki, A, B, C, D, E, F, G, H, I, J, K şəhərlərini birləşdirən yolların sxemi verilibdir. Hər yolla yalnız oxla göstərilmiş istiqamətdə hərəkət etmək olar. A şəhərindən K şəhərinə getmək üçün neçə müxtəlif yol var? Bu tipli suallarda nə edirsiniz? Axırdan əvvələ gedəsiniz. Axırdan əvvələ nə tərcih edirsiniz? Mən A-dan K-ya getməliyəm də. Mən bunu başdan saysam çətin olacaq. Ən rahat yolu deyirəm sizə, axırdan əvvələ. Gəlirsiniz birinci, baxırsınız buradan J-dən K-ya neçə yolla gedə bilərsiniz? Bax görürsünüz bir dənə ox var. J-dən K-ya gedə biləcəyiniz bir dənə yol var. Bax bu J-nin yanından qeyd eləyirəm 1. Sonra baxıram K-ya yaxın olan yerlərdən başlayıb əvvələ doğru gedəcəm. Mən I-dən K-ya neçə yolla gedə bilirəm? Baxıram ki, I-dən də K-ya bircə dənə ox var. Deməli, I-dən də K-ya bir dənə yolla gedə bilərəm. Sonra K-ya daha yaxın olan nədir? Y. Mən Y-dən də K-ya baxıram ki, bir dənə yolla gedə bilirəm. Y-dən də K-ya bir yoldur. İndi gəldim, baxdım. Gəlib buradan D-ni və G-ni sayacağım indi. D-dən neçə yolla gedə bilərəm? I-yə baxıram bir yol, birbaşa gedə bilərəm. 2 yol, bir də Y-dən keçməklə gedə bilərəm. D-dən K-ya gedə biləcəyim 3 dənə seçimim var. İndi G-yə baxıram. G-dən baxıram ki, J-dən bir yol, I-dən bir yol. Yəni C-dən K-ya gedə biləcəyim 2 dənə seçimim var. İndi mən gəlib baxıram H-dan. H-dan K-ya gedə biləcəyim C-dən və I-dən keçməklə gedə bilərəm. C-də 2 yol var, I-də 1 yol var. Toplayıb H-a yazıram. 2 ilə 1-i toplayıram 3 yol. Onda mən C-dən H-dan və D-dən keçməklə K-ya gedə bilərəm. 3 ilə 3-ü toplayıram. C-də 6 yol. Onda F-ə baxıram. H-dan və G-dən keçməklə K-ya gedə bilərəm. 3 yol burada, 2 yol burada. Toplayıram 5 yol. Və gəlirəm B-dən yalnız F-dən keçməklə K-ya gedə bilərəm. F-də 5 yolsa, onda B-də də 5 yoldur. Onda A-nı sayanda B-də 5, F-də 5 elədi 10. H-da da 3 elədi 13. C-də də 6, 13, 6, 19. Deməli, mən A-dan K-ya getmək üçün 19 dənə yoldan istifadə edə bilərəm. 6-cı sualımızın cavabı bizdə olasıdır A variantı. İndi bunun müxtəlif versiyaları var. Yenə bu tipdən bir dənəsini izah eləyib digər versiyalarına baxacağım. Məsələn, 7-ci suala baxırıq. 7-ci sualda bizə nə deyir? 7-ci sualda bizə deyir ki, şəkildə A, B, C, D, E, F, G, H, I, J, K, L şəhərlərini birləşdirən yolların sxemi verilib. Hər yolla yalnız oxla göstərilmiş istiqamətdə hərəkət etmək olar. A şəhərindən L şəhərinə getmək üçün neçə müxtəlif yol var? Yenə də gəlirsiniz, nə edirsiniz? Axırdan əvvələ. Birinci, mən A-dan elə getməliyəm. Yaxınlardan olan yolları saya-saya gedib çıxacam uzağa. Baxıram, J-dən elə neçə yolla gedə bilərəm? Bir yolla. K-dan elə neçə yolla gedə bilərəm? Bir yolla. I-dən elə gedə biləcəyim neçə yol var? J-dən keçməklə 1, K-dan keçməklə 1. Elədi 2. Birbaşa gedə bilərəm. Ümumi I-dən elə getmək üçün 3 dənə seçimim var. İndi gəlib baxıram yenə yaxından uzağa doğru gedirəm. C-dən görürəm ki, elə getmək üçün mən yalnız I-dən keçməliyəm. I-də 3 yoldursa, C-də də 3 yol olacaq. Onda mən buradan H-a baxsam, H-dan elə getmək üçün C-dən və I-dən keçməliyəm. C-də 3 yol, I-də 3 yol. Toplayıb H-a yazıram. H-da 6 yol. Eyni şey baxsaz F-də də var. C-dən və I-dən keçməklə elə gedə bilər. 3 yol burada seçimi var. 3 yol da burada. Toplasam F-dən elə getmək üçün 6 dənə seçimim olacaq. İndi mən gəlib baxıram. Görəsən mən C-dən neçə yolla gedə bilərəm? C-dən F-ə 6, C-dən C-yə 3. C-dən başqa seçimim yoxdur. Yalnız F-dən və C-dən keçməklə gedə bilirəm deyə 6 ilə 3 toplayıram. C-də 9. Onda mən B-yə baxsam, B də F və C-dən keçməklə elə gedə bilir deyə 6 ilə 9-u toplayıb yazacam 15. İndi gəlib bu tərəfə D-yə baxıram. D necə gedəcək? D, C-dən keçməklə gedə bilər. Bir də C-dən keçməklə gedə bilər. 9 burada, 3 burada. 9-dan 3 bu elədi 12. İndi mən Y-yə baxıram.
Y D'dən, C'dən H'dan keçməklə 12 yol burada, 3 yol burada, 15, 6 yol da burada, 21. Deməli, Y-dən elə getmək üçün də 21 dənə seçimim var. İndi gəlib A-nı hesablayanda bütün yolları toplayıram. 15, 9, 24, 12, 36, 21 də burada. Deməli, mən A-dan elə getmək üçün 57 dənə müxtəlif yoldan istifadə edə bilərəm. 7-ci sualımızın da cavabı bizdə B variantı olur. Kiməsə aydın olmayan nəsə var, başa düşmədiyi bir məqam varsa təkrarən izah eləyə bilərəm. Kimdəsə sual varsa desin. Müəllim, burada biz həmişə əvvəldən başlayıb saymırdıq ki, məsələn, A-dan 4 dənə çıxdı, Onun hərəsinə əvvəldən 4 sayılma gedir, sonra metodu var. nə qədər gəlir, ondan elə hesablanmadı. Bax, Cavid, deyim. Sən o metodu məndə öyrənməmisən. Sənə o metodu məndən əvvəlki müəllimin izah eləyibdi. Əvvəldən də saymaq olar, ancaq əvvəldən sayılma sizi çarıxdıra bilər deyə mən həmişə axırdan izah eləyirəm bunları. Mən öz metodumda heç vaxt əvvəldən saymanı uşaqlara izah eləmirəm. Axırdan saysanız daha rahat olacaq sizə. Həm də o metod sizi bilirsiniz bir dənədən çarıxdıracaq. Bax, bu tipli suallarda filan şəhərdən keçib filan şəhərdən keçməməklə tipli suallar çıxacaq birazdan qabağımıza. O şərtlərdə siz çarxa bilərsiniz. Ona görə siz nə edirsiniz? Ancaq axırdan əvvələ saymağı öyrənin. Aydındır? Əgər qaranlıqdırsa bu yol, bununla bağlı bir neçə sual daha izah eləyə bilərəm. Yox, David, müəllim, prosta əvvəldən onu işləmişəm deyə biraz istərsən ola bilər sənin vərdiş elədiyin metod istəsəm odur üstündə deyə. alınacaq. Hə, vərdiş eləyə biləcəyin metod o ola bilər. Əgər belə deyək də, o sənə rahat gəlirsə, səni çarıxdırmırsa, mən belə deyək də, bunun ikisini də izah eləyə bilərəm sizə. Sadəcə ikisini də izah eləyəndə uşaqlar çarxır deyə mən həmişə bu yollardan bir dənəsini izah eləyirəm. Mən demirəm o yol səhvdir, o yol da doğru yoldur. Sadəcə iki yolun ikisini də izah eləmirəm. Həmişə bir yolu izah eləyirəm axırdan əvvələ. Mənə görə ən rahatı budur. Və siz də bir neçə nümunə işləyəndə görəsiniz ki, həqiqətən də ən rahatı budur. Əgər istəyirsənsə, bununla bağlı bir nümunədə izah eləyə bilərəm. Ehtiyac var, Cavid? Yox, müəllim, onu da başa düşdüm. Prosta yəni əvvəlki metodu onu da soruşmuşam. Hə, ola bilər. Yəni Yox, müəllim. o metodla da istifadə edə bilərsiniz. İndi gəldik, baxdıq. Nədir məsələmiz? Sonra burada bu tipli sualların arasında bir balaca irəlilərə gedirəm. 24-cü suala baxacağam. 24-cü sualda bizə nə deyir? A, B, C, D, Y, F, G, H, I, J, K, L, M, N, O, P. Əlifbanın demək olar ki, yarı hərfini saydıq. Şəhərlərini birləşdirən yolların sxemi verilib. Hər yolla yalnız oxla göstərilmiş istiqamətdə hərəkət etmək olar. İndi baxın, bayaqkindən fərq nədədir? A şəhərindən P şəhərinə, buradan bura, K şəhərindən keçmədən, baxın, bunu çizirəm. K şəhərindən, bunu da çizdim keçmədən. Yəni, K-dan yolumuzu salmamalıyıq. Neçə müxtəlif yol var? Bunu nətər həll eləyəsiyik? Gələk baxaq. Yollarına xətt çəkirik də burada. Bəli, K-ya gedən və K-dan çıxan yolları qaralayıram. Deyirəm ki, bu yol K-ya gedir. Bu yol K-ya gedir. Bu yol K-dan çıxır. Bu yol K-dan çıxır. Yəni saymada bunlardan istifadə eləməyəcəm. Bunu burada görmürəm, elə fərz eləyin ki. Başa düşdünüz nə demək istədiyim? Gəldim. N-dən P-yə bir yolla gedə bilirəm. O-dan P-yə bir yolla gedə bilirəm. M-dən, N-dən və O-dan keçməklə iki yolla gedə bilirəm. Onda mən elə baxıram. L-dən, M-dən və O-dan keçirəm. M-də 2 yol, orada O-da 1 yol. Toplayıram L-dən 3 yolla. Onda J-yə baxıram. M-dən və L-dən keçməklə P-yə gedə bilərəm. M-də 2, L-də 3 yol. Onda J-də 5 dənə yol olasıdır. İndi gəlib baxıram burada. I-dən, J-dən və L-dən keçməklə P-yə gedə bilərəm. J-də 5 yol, L-də 3 yol. Onda I-də 8 yoldur. H-dan P-yə yalnız J-dən keçməklə gedə bilərəm. J-də 5 yoldursa, H-da da 5 yoldur. C-yə baxıram. C-dən də yalnız J-dən keçməklə P-yə gedə bilərəm. J-də 5 yoldursa, C-də də 5 yoldur. Onda F-i sayanda 5 dənə C-də, 5 dənə J-də. Bu elədir 10 dənə, 8 dənə də I-də
F-dən 18 dənə, Y-dən saysam 5 dənə H-da, 5 dənə C-də, 10 dənə yolla. B-də saysam 10 dənə Y-də, 5 dənə də C-də, D-də 15 dənə. C-də saysam 10 dənə Y-də, 15 dənə D-də, 25 dənə. B-də saysam 15 dənə burada, 18 dənə burada, 33 dənə. Onda A-da saysam 25, 15, 40, 33 də burada. 73 dənə yolla mən hansı ki K-dan keçmədən A-dan P-yə gedə bilərəm. Başa düşmədiyiniz bir şey yoxdur ki? Aydındır. Mürcüləməmisiniz ki kompüterin arxasında. Eşidə Aydındır bilirsiniz müəllim. məni? Aydındır müəllim, aydındır. Eşidirik Aha, müəllim. aha, əla. Başa düşəndə reaksiya Nə verin ki, eşidir bilin müəllim, ki, başa eşidir. düşmürsünüz. Deməli, indi gəldik, baxdıq. Bir də baxın, nədir məsələmiz? Bu 20-ci sual var ha. Ən qısa yolun uzunluğu tipində olan suallar. Yadınızda saxlayın, sizə bir dənə qəşəng üsul deyirəm. 20 tipli suallarda hansı ki sizə qraf verilib ya da qrafın matrisi verilib, qısa yolun uzunluğunu soruşur ha. O dəqiqə çalışın ki, siz həmin qrafı və ya həmin matrisi ağac modelində təsvir eləyəsiniz. Bizdən nədir? A-dan F-ə ən qısa yolun uzunluğu. Deyəsiniz ki, bunun ağacın nə tər quraq? Bax, mən burada boşluq var deyə boşluqda quracam. Gəlirəm, qeyd edirəm A. A-nı qeyd elədim. A-dan hara yol var? B-yə və C-yə yol var. Gəlirəm ağac şəklində. B-yə və bir də C-yə yol var. A-dan B-yə yolun uzunluğu 3, A-dan C-yə yolun uzunluğu 2. İndi B-dən A-ya yazmağa gərək yoxdur. Onsuz da AB şəklində yazmışam. B-dən hara yol var? C-yə və Y-yə yol var. B-dən də C-yə və Y-yə yol var. Bunun da ikisində yazıram. B-dən C-yə, B-dən Y-yə. Və yolların uzunluğunu da qeyd edirəm. B-dən C-yə yolun uzunluğu 4, B-dən Y-yə yolun uzunluğu 2. Sonra C-dən A-ya burada yazmışam, ehtiyac yoxdur. C-dən B-yə burada yazmışam, ehtiyac yoxdur. C-dən hara yol var? C-dən də D-yə və Y-yə yol var. Gəlirəm ki, C-dən D-yə yol var və C-dən Y-yə yol var. Və bu tərəfdə də C var deyə bunu da burada da qeyd edirəm. C-dən D-yə yol var və bir də C-dən Y-yə yol var. C-dən D-yə yolun uzunluğu 5, C-dən Y-yə yolun uzunluğu 4. Bu eyni şeyi burada da yazıram. 5 və 4. İndi baxıram Y-dən hara yol var? Y-dən B-yə yazmışam. Yazmağa gərək yoxdur. Y-dən C-yə yazmışam. Burada da yazmışam, burada da yazmışam. Y-dən D-yəni yazmamışam. Y-dən D-yə. Baba, bu Y-dən D-yə gəlib bunu qeyd eləyirəm. Harda Y-D varsa, Y-dən D-yə. Bax, onları gəlib qeyd eləyirəm. Y-dən D-ləri qeyd elədim. Y-dən D-lərə yolun uzunluğu 6-dır. Burada 6-dır, burada 6-dır. Bir də burada 6-dır. Bir də Y-dən F-ə yol var. Y-dən F-ə də yolun uzunluğu 2-dir. Gəlirəm burada da Y-dən D-yə, bir də Y-dən F-ə. Baba, bunu da qeyd elədim. 2. Burada da Y-dən F-ə, bunu da qeyd elədim. Burada 2. Və bir də burada da Y var deyə. Baba, burada. Burada da Y-dən F-ə qeyd eləyirəm. İndi yerim biraz balacadır. Burada 2 olsun. İndi gəldik, baxdıq. Bir də F-dən deyil, ancaq Y-yə də hamısını yazmışam. A-dan F-ə. İndi mən gəlib baxıram. Deməli, C-dən Y-yə, D-dən Y-yə yazmışdım. Y-dən D, Y-yə gəlib Y-dən D-yə yazmışam. Mən bunu səhv qurdum. Bircə dəqiqə üzr istəyirəm. Mən şəklimi səhv qurdum. Biraz qarışıq alındı. Bir dəqiqə bunları silim. Təzədən bir də izah eləyirəm. Bircə dəqiqə. Mən şəklimi səhv çəkdim. Orada D-ni nəzərə almadan yazmışam deyə doğru alınmayıbdır. Həm də şəklim biraz yaxşı alınmadı, qarışıq oldu. Gözlüyüm bunu təzədən bir də izah eləyirəm. Deməli, burada dediyim kimi nə etmək lazımdır? Ağac qurmaq lazımdır. Ağacımızı da gəlib bax belə qurasıyıq. Birinci qeyd eləyirsiniz, biraz kiçik yazaq. Heç bu dairə çəkməyə ehtiyac yoxdur. Elə birbaşa təpələrlə qeyd eləsək daha yaxşı olacaq. Bax, birinci gəldim, qeyd elədim A-nı. A-dan hara yol var? B-yə və C-yə. Gəldim A-dan B-yə, bir də A-dan C-yə. A-dan B-yə yolun uzunluğu 3, B-dən də C-yə yolun uzunluğu 2.
Bunlar getdi. A təpəsi getdi. Yəni A-dan B-yə və C-yə. B-dən A-ya yazmıram. B-dən C-yə və Y-yə yol var. B-dən B-dən deməli hara yol var? B-dən C-yə və bir də B-dən Y-yə yol var. B-dən C-yə yolun uzunluğu 4-dür və B-dən Y-yə yolun uzunluğu 2-dir. Bunu qeyd elədim. C-dən A-ya yazmışam, yazmıram. C-dən B-yəni yazmışam, yazmıram. C-dən hara yol var? C-dən D-yə və Y-yə yol var. C-dən B-yə yol var. C-dən Y-yə yol var. C-dən D-yə yolun uzunluğu 5-dir. C-dən Y-yə yolun uzunluğu 4-dür. Bu tərəfdə də C var deyə. Buradan da C-dən qeyd eləyirəm. D-yə və Y-yə yol var. C-dən D-yə 5-dir. C-dən Y-yə 4-dür. Bunları da qeyd elədim. Sonra gəlib baxıram. D-dən C-yə yazmışam, ehtiyac yoxdur. D-dən Y-yə. Burada D-dən Y-yə yol var. D-dən Y-yə yolun uzunluğu 6-dır. Burada da D var. D-dən Y-yə yol var. D-dən Y-yə yolun uzunluğu 6-dır. Başqa D yoxdur. İndi baxıram Y. Y-dən B-yə, Y-dən B-yə yazmışam. Y-dən C-yə, Y-dən C-yə yazmışam. Y-dən D-yə, Y-dən D-yə yazmışam. Bir də burada nə var? Bir də burada var. Y-dən F-ə. Y-dən də F-ə yolun uzunluğu 2-dir. Harda Y varsa onların axırına gəlib F-ləri əlavə eləyirəm. Ha, görürsünüz burada hər yerdə Y var. Hər yerə gətirib F əlavə eləyirəm. Baxın, indi doğru olacaq. Y-dən də F-ə yolların uzunluğu 2 idi. Bunları da əlavə elədim. İndi A və F-in arasındakı uzunluqları hesablayıram. Baxın, burada 1, 2, 3, 4, 5 dənə müxtəlif variant var. Bu 5 dənə müxtəlif variantda yolların cəmini toplayasınız. Ən qısa hansıdır? Onu seçəsiniz. Birinci başlayıram belə. A, C, Y, F. A-dan C-yə 2, C-dən Y-yə 4, Y-dən F-ə 2. 2, 4, 6, 2, 8. Bura tapdım 8. İndi gəlirəm, bura baxıram. A, C, D, Y, F. 2, 5, 7, 6, 13. 13-ün üstünə 2 gələndə 15. Bura gəlib alıram 15. Sonra gəlib baxıram burada. A, B, Y, F. A, B, 3, 2, 5. 2 də burada 7. Elə deyəsən ən qısası 7 olacaq. Belə baxıram. A, B, C, Y, F. A-dan B-yə 3, B-dən C-yə 4. 7, 4, 11. 2 də burada. Bu da bizə verdi 13. Sonra bir də gəlib belə baxıram. A, B, C, D, Y, F. 3, 4, 7, 5, 12, 6, 18. 2 də burada. Burada gəlib alıram 20. Ən qısa yolun uzunluğunu istəyir. Ən qısa yolun uzunluğu burada 7-dir. Ola bilər ki, sizdən ən qısanı yox, ən uzunu istəsin. Ən uzun istəsə 20 götürəsiniz. Aydındır? Yəni bu tipli suallarda hansı ki sizə cədvəl verilib, cədvəlin sizdən ən qısa, ən uzun yollar istəyir, onda həmişə çalışın ki, verilən şəklə ağac vari qurasınız. Yəni qraf qurmağa çalışmayın. Qraf qurmağa çalışanda işiniz daha da çətinləşəcək. İndi bununla bağlı bir dənə də sual izah edeyim sizə. Hansı ki, ən qısa yolun uzunluğunu istəyir, tam aydın olsun deyə. Müəllim, bunlar şifahi olanda daha asandır. Əslində belə şərt çəkməkdənsə şifahi daha asandır. Şifahi daha asandır. Bəli. Gözlü baxanda adam tuturdu, o sənəd nə deyil. Ola bilər bəlkə də. İndi variantı biraz mürəkkəbləşdirsə şifahi yazmaq çətin olacaq. Hə. Bircə dəqiqə baxaq. Məsələn, burada bizə nə deyir? C və F məndə bu başqa sualdır. Hə, məsələn 42. İndi məsələn yaxşı, sən 42-ci sual açıq sualdır. Burada sən şifahi deyə bilərsən ən qısa yolun uzunluğu nə qədərdir? Biraz fikirləşsəm deyərəm, bəli. Onda biraz nə qədər? Konkret bir vaxt görün mənə. 3 dəqiqə, 5 dəqiqə. 3 dəqiqə. 3 dəqiqə, tamam. Hal-hazırda 23:27-dir. 23:30-da səndən cavabı istəyəcəyəm. Yaxşı. Tapdım ki. Hansı yoldur? B-dən deməli gedirik. B-dən yeni istəyir də bizdən. Aha, B və Y-nin arasındakı ən qısa yolun uzunluğunu istəyir. Bəli, B-dən C-yə. Aha. Yox, B-dən A-ya gedirik 12. Hı-hı.
10 şeydə 12-dən düşür 7-yə, D-yə. Elədi B-dən 19. sən B-dən D-yə axı yol yoxdur. Yox, B-dən A-ya gedirəm, A-dan D-yə də elə bil. Bildiniz necə? Hə, B-dən A-ya gedirsən, A-dan D-yə gedirsən, tamam. 19, 19-dan da promu 2-yə gedirəm Y-yə, 21. Hə, İndi burada belə bir versiya çıxır. Çortya, sən yəqin cavabı görüb cavaba görə hesablamısan. Yox, Cavabın 21 olduğunu bilmirdin. yox. Elədir ki. Əgər De, elə təsadüfən olmalıdır. Çünki 8 ilə 15 23 edir. Ondan sonra 28 var. Bir də 17 ilə 5 var, 22 edir. Ona görə 21-ən qısasdır da. təsadüfən yəni dediyim kimi, əgər cavabdan xəbərin yoxdursa, tamam, alqışlayıram səni. Yox, əgər cavaba baxıb cavaba görə düşündünsə, ona görə o da qınaya bilər ancaq sənin. Amma Yox, yenə cavab də deyil. ümidvaram ki, sən dediyin kimidir. Elə. Deməli belə. Amma yenə də siz bu ağac üsulun yaxşı-yaxşı yadınızda saxlayın. Deməli, gəlib yenə də nə edəsiniz? Bu tipli suallarda ağac sizə hava su kimi lazımdır. Çünki ən rahat yol ağacdır. Çünki siz burada e, variant qapalı olanda, sual qapalı olanda, hə tamam, hardasa müxtəlif variantlar yazmaq olar. Amma açıq sual olanda biraz risklidir. Çünki burada yazsan çox üsul çıxır. İndi məsələn sən təsadüfən çox böyük ehtimal ki, yəni yenə də deyirəm, inanıram ki, sən özün ilk elə ağlına gələn variantı dedin və o cavab olaraq uyğun oldu. Amma ümumilikdə götürəndə dediyim kimi ağac vacibdir. Bizdə B və Y məntəqələri arasındakı ən qısa yolun uzunluğunu istəyir deyə biz gəlib nə edirik? Biz başlayırıq bu dəfə B-dən. Yəni kök olaraq biz özümüzə kökü B seçirik. B. İndi baxırıq B-dən hara yol var? B-dən A-ya yol var. B-dən A-ya. Ondan sonra B-dən C-yə, Y-yə, F-ə yol var. B-dən C-yə yol var. B-dən Y-yə yol var. Və bir də B-dən F-ə yol var. İndi gəldik, baxdıq. A-dan indi qayıdıram. B-dən olan bütün yolları yazmışam da. B-dən A-ya yolun uzunluğu 12-dir. B-dən C-yə yolun uzunluğu 8-dir. B-dən Y-yə yolun uzunluğu 28-dir. B-dən F-ə də yolun uzunluğu 17-dir. İndi gəlirəm A-dan olan yolları yazıram. A-dan hara yol var? A-dan B-yə yazmağa gərək yoxdur. A-dan C-yə yol var. A-dan C-yə yolun uzunluğu 5-dir. Sonra A-dan hara yol var? D-yə yol var. A-dan D-yə yol var. Bir də A-dan F-ə yol var. A-dan D-yə və F-ə yol var. A-dan D-yə yolun uzunluğu 7-dir. A-dan F-ə də yolun uzunluğu 6-dır. Deməli, bunları A-dan olan yolları yazmışıq, B-dən olan yolları yazmışıq. İndi gəlib baxırıq C-dən olan yolları. C-dən A-ya yazmışam 5. Bunu yazmağa gərək yoxdur. C-dən B-yə də 8 yazmışam. Bir dənə C-dən Y-ni yazasıyam ki, C-dən Y-yə yolun uzunluğu 15-dir. Burada C var. C-dən Y-yə yolun uzunluğu 15. Burada da C var. C-dən Y-yə yolun uzunluğu 15. C-yə də getdi. D-dən baxıram. D-dən A-ya yazmışam. D-dən Y-yə yolun uzunluğu. D-dən Y-yə D burada var. D-dən də Y-yə yol var. D-dən də Y-yə yolun uzunluğu 2-dir. D-dən Y-yə yolun uzunluğu 2-dir. Bunu da qeyd elədim. Bir də D-dən F-ə yol var. D-dən də F-ə yolun uzunluğu 13-dür. D-dən də F-ə qeyd elədim. Yolun uzunluğuna 13. 13. Bu 13'ü biz biraz yuxarıda burada yazsaq daha yaxşı olar. D-dən F-ə yolun uzunluğu 13. Sonra bir də gəlib baxırıq Y-dən B-yə. Y-dən B-yə yazmışam mı? Yazmışam. Y-dən C-yə yazmışam 15. Y-dən D-yə 2 yazmışam. Bir də Y-dən F-ə yol var. Y-dən də F-ə yolun uzunluğu 5-dir. Y-dən də F-ə burada var 5. Y-dən F-ə yolun uzunluğu 5 burada var. Bir də Y-dən F-ə yolun uzunluğu 5 burada var. Y-dən F-ə yolun uzunluğu 5 burada var. F-dən də heç bizdən B-yə istəyir deyə Y-dən F-i nəzərə almasaq da olardı. Yəni B-dən Y-yə gedə biləcəyimiz ən qısa yolun uzunluğunu istəyirdi də. Gəlib buradan baxsanız
Yəni F-ləri heç nəzərə almadan sayıram. B, A, S, Y getsəniz, B, A, S, Y-də 12, 5, 17, 15 də burada beləsinə sizə, yəni baba bu yolla, bu yuxarı ilə gedəndə sizə verirdi 32. Sonra gəlib belə baxsanız, B, A, D, Y. B, A, D, Y gələndə F-ləri yazmağa gərək yox idi. Çünki B-dən Y-yə qədər istəyirdi. B, A, D, Y gələndə 12, 7, 19, 2 də burada 21. Sonra buradan Y-yə gəlmə yol yoxdur. Beləsinə Y-yə gələn yol yoxdur. Bir də belə gəlirdi. BSY gəlirdi. BSY gələndə 8, 15, 23 eləyirdi. Bir də beləsinə 28 eləyirdi. Yəni gördüyünüz kimi ən qısa yolun uzunluğu elə bu BADY yoluydu. Məhəmməd də vurğuladığı kimi 21 demək olardı cavaba. Bu da olur 42-ci sualımızın izahı. Deməli belə. Bir də burada bir tip sual qaldı. O tipli sualdan da bir nümunə izah eləyirəm. Dərsimizi yekunlaşdıracağıq. Qalanın sabahçı dərsimizdə müzakirə eləyəcəyik. Deməli o tip hansı tip idi? Bir də baxın, burada əvvəldə deməli 35-ci və yaxud 34-cü, yəni bu tipli suallardan söhbət gedir. Məsələn, 34-cü suala baxaq və yaxud 35-ci suala baxaq. 35 və yaxud 34. 35-ə baxaq. Deməli, gəlin görək bizə nə deyir? Bizə burada deyir ki, F məntəqəsindən A məntəqəsinə qədər olan tillərin uzunluqları cəmini müəyyən edin. Bircə dəqiqə, sual nətərdir bizdə? Suala bir də baxaq. Tam şərtə. Deyir ki, şəkildə bir rayonun yol xəritəsi qraf formasında, cədvəldə isə yolların uzunluğu kilometrlə verilmişdir. Cədvəl və qraf bir-birindən asılı olmayaraq tərtib edildiyi üçün cədvəldəki yaşayış məntəqələrinin nömrələnməsi qrafdakı hərf işarələri ilə əlaqəli deyil. B məntəqəsindən B məntəqəsinə qədər, deməli D-dən, qələmimiz niyə yazmadı? Bircə dəqiqə. Bu ev yox, buradan yazaq. Deməli bizə nə deyir? D məntəqəsindən B məntəqəsinə qədər, F məntəqəsindən A məntəqəsinə qədər olan tillərin uzunluqları cəmini tapın. Deməli, gələk baxaq. D-dən B-yə və F-dən A-ya qədər. D-dən B-yə və F-dən A-ya qədər. Qoy bir dənə bunu buradan kənardan yazaq. D-dən B-yə qədər yolun uzunluğu və bir də F-dən A-ya qədər yolun uzunluğunu tapıb onların cəmini qeyd eləməliyəm. Yəni, bu yuxarıda verilən matrislə aşağıdakı qraf bir-birinə aiddir. Sadəcə, burada M1-dən M7-yə qədər olan hərflər, təpələrin yerində, bax, bu aşağıda verilmiş qrafın təpələri dayanmalıdır. Bunun da həll üsulu nətərdir? Bunun da həll üsulunda siz gəlib belə eləyirsiniz. Deməli, baxın, birinciyə gəlirsiniz aşağıda. Hər təpədən neçə yol çıxırsa qeyd eləyirsiniz. F təpəsindən 3 yol çıxıb, B təpəsindən 2 yol çıxıb, A-dan 3 yol çıxıb, Y-dən 3 yol çıxıb, D-dən 3 yol çıxıb, C-dən 2 yol çıxıb, C-dən də 2 yol çıxıbdır. İndi gəldik, baxdıq. Və burada da təpələr və həmin təpələrin neçə təpə ilə əlaqəli olmasını qeyd eləyirsiniz. Bax, M1 təpəsi M2 və M3 ilə əlaqəlidir. 2 yolla əlaqəlidir. 2 təpə ilə əlaqəlidir. M2 təpəsi 3 dənə ədəd varsa 3 təpə ilə, M3 təpəsiniz bu sətirdə 2 ədəd varsa 2 təpə ilə əlaqəlidir. M4 2 təpə ilə əlaqəlidir. M5 3 təpə ilə əlaqəlidir. M6 3 təpə ilə əlaqəlidir. M7 3 dənə təpə ilə əlaqəlidir. İndi gəldik, baxdıq. Nədir məsələmiz? Deməli, gəlib burada nə edirsiniz? Gəlirsiniz burada, misal üçün, Cavid oyun oynama ekrandan. Deməli, gəlib burada nə edirik? Gəlirik burada, mən indi bu hərflərin yerinə, bu aşağıdakı hərfləri necə yerləşdirə bilərəm? Məsələn, mən C-ni, G-ni o qədər də rahat tapa bilməyəcəm.
Amma mən buradan B-ni rahat tapa bilərəm. Çünki bu ikinin əlaqəsi yalnız üçlərləndir. Məsələn, bu ikinin əlaqəsi 2 və 3-ləndir. Bu ikinin əlaqəsi 2 və 3-ləndir. Bir dənə bu ikinin əlaqəsini rahat tapacağam ki, bu ikinin əlaqəsi hər iki tərəfdən 3-ləndir. İndi mən 2 olanlara baxıram. Məsələn, M1-ə baxıram. M1-in əlaqəsi M2, M3-dür. M2-də 3 əlaqə var, M3-də 2 əlaqə var. Deməli, bu M1 B-yə getməz. Sonra 2 olan nə var? M1, M6 var. M1-in 2 əlaqəsi var, M6-nın 3 əlaqəsi var. Baba buradan. Sonra 2 əlaqəsi olan M4 var. Hə, bax bu M4-ə baxıram ki, M4 M2 ilə əlaqəlidir. M2-də 3 əlaqə var. Bir də M4 M7 ilə əlaqəlidir. M7-də də 3 əlaqə var. Deməli, bu M4 mütləq nə olmalıdır? B olmalıdır. M4-ə gəldim, yazdım B. Niyə M4-ə B yazdım? Çünki əlaqəsi olan M2-dir. M2-də 3 dənə əlaqə var. Əlaqəsi olan M7-də, M7-də də 3 dənə əlaqə var. Deməli, mən hələ ki B-ni tapmışam. B-ni tapdım. İndi B-nin əlaqəsi F və D iləndir də, düzdürmü? Deməli, bax, bu M4-ün əlaqəsi olan M2 və M7-dən biri F-dir, biri də D-dir. İndi mən gəlib baxıram, tutaq ki, M2-yə. M2-nin əlaqəsi 2 iləndir, 2 iləndir. Sonra M2-nin əlaqəsi yenə 2 iləndir və M2-nin əlaqəsi 3 iləndir. Deməli, F-in əlaqəsi 2 dənə 2, 1 dənə 3 iləndir. Bax, M2-yə baxın, M2-nin əlaqəsi M1-ləndir. M1 2 əlaqəlidir. M4-ləndir. M4 2 əlaqəlidir. Bir də M5-ləndir. M5 3 əlaqəlidir. Deməli, M2 mütləq F olmalıdır da. Çünki F-in 2-dən 2 ilə, 1-dən 3-dən əlaqəsi var. M2-yə gəldim, qeyd elədim F. M2-yə gəldim, qeyd elədim F. İndi M2-yə F qeyd eləmişəmsə, bunun M2-nin əlaqəsi olduğu M1 nə olmalıdır? M1-də baxıram 2 əlaqə var. F-in əlaqəsi C iləndir. Deməli, M1 mütləq C olacaq. Bir də F-in əlaqəsi, M2-nin əlaqəsi C ilə idi, B ilə idi, bir də A ilə idi da. Bu M5 də mütləq gəlib A olmalıdır. M5-ə də gəldim, qeyd elədim A. İndi mənə qaldı bir dənə nəyi tapmaq? D-ni tapmaq. Əgər mənim M4-ümün əlaqəsi, yəni B-min əlaqəsi F və D iləndirsə, F-i tapdım M2-dir. Onda M7 mütləq nə olmalıdır? D olmalıdır da. M7-yə də D-ni qeyd eləyirəm. Artıq burada dayanıram. Niyə? Çünki məndən DB və FA arasındakı tillərin uzunluqları cəmini istəyir. İndi gəlib DB-yə baxıram. DB M4 ilə M7-nin kəsişməsindədir. Bu olacaq 53, 53. Bir də mənə nə lazımdır? FA. FA da M2 ilə M5-in arasındakı əlaqədir. Bu da olacaq F-dən A-nın arasındakı əlaqə 5. Bunların cəmi də 53 plus 5. Bu da bizə nə verəcək? 58 verəcək. Bu da olur növbəti sualımın izahı. Burada da cavabımız olacaq Y variantı. Bu sual indiyənə qədər, yəni modelləşdirmə ilə əlaqəli olan bölmədə ən çox analiz və vaxt tələb edən sual nümunəsidir. Yəni bunların vaxt aparmasına görə digərləri ilə müqayisədə daha çətin hesab eləmək olardı. Bu da olur növbəti sualımızın izahı. Uşaqlar, burada izahlarımızı dayandıracağıq. Siz gələn dərsimizə, yəni sabahdan söhbət gedir. İnşallah sabaha ancaq baxın, toplunun bu ikinci hissəsinə baxmırsınız. Yəni bu bölməni iki hissəyə işləyəcəyik. Birinci hissədə cədvəl informasiya modelidir. İkinci hissədə qraf informasiya və ağac informasiya modelidir. Onsuz da sabaha bunların hamısını çatdırıb işləyə bilməyəsiniz. Siz ona görə sadəcə bax görürsünüz, birinci cədvəl informasiya modelində 45 dənə test var. Həmin 45 dənə testə baxasınız. Bildiyiniz kimi bu bölmələrin izahları YouTube kanalımızda var. Çətinlik çəkdiyiniz hissələrə YouTube'dan baxa bilərsiniz. Amma sabah belə deyək də suallarınız bu bölmədən az olarsa, sabah inşallah ki dərsdə bu bölməyə aid sınaq işləyəcəyik. Əgər bir sualınız varsa, buyurun verin, sualınızı izah edeyim. Sualınız yoxdursa sağollaşaq, inşallah sabah dərsdə görüşək. Varmı kiminsə sualı? Başa düşmədiyi, aydın olmayan bir məqam varsa buyursun desin. Xeyr, müəllim, yox. Xeyr, müəllim, yox. Yox, çox sağ ol. Belə uşaqlar oldu. Əgər sualınız yoxdursa, gecəniz xeyrə qalsın. Allah amanında sabah görüşərik. Oldu müəllim. Çox sağ olun Çox müəllim. sağ olun. Sağ olun müəllim. Sağ olun, Sağ ol. gecəniz xeyrə. Sağ ol. Xeyrə qalsın. Tamam.